Bismillahirrahmanirrahim. Əssalamu əleykum, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, hər vaxtınız xeyir olsun. Ən çox suallar gəlir övladlarla bağlı. Nələr etmək olar, necə etmək olar? Birinci yerdə təbii ki, ən çox suallar cadunu təmizləməklə bağlı gəlir sizlərdən. İkinci yerdən qorunma duaları ilə bağlı, övladlarımızla bağlı, ruzi ilə bağlı suallar çoxluq təşkil edir. Bu gün də sizə həddi buluğa çatmamış övladlarımız üçün hansı duaları yaza bilərik? Bu aiddir, yəni uşaq anadan olandan sonra ta ki qız uşağının həddi buluq yaşı maksimum 11, oğlanda isə 14-dür. Bu yaşa kimi olan uşaqlara yazılacaq dua və təsirləri nələrdir? Hənuz buluğa ərməmiş çocuq üçün bu Xatəmi Mülk surəsi ilə bərabər yazıb çocuğun boynuna assalar, bunu sayılmayacaq kadar havasları zuhur edər. Əz cümlə, yəni sözün qısası, çocuğun üzü ay kimi parlaq olar, bəxti açıq olar, elm ərbabı olar, yəni elmdən gözəl başı çıxar, yaxşı oxuyar, ruzi bərəkəti olar, pis gözlərdən, pis nəzərlərdən qorunar, tilsim budur. Yəni burada gördüyünüz məsələlərlə bağlı, xüsusən valideynlərin istəyi nə ilə bağlıdır dostlar? Oxumağı ilə bağlıdır, bəxti gözəl olsun onunla bağlıdır. Yəni həddi buluq yaşına çatmamış uşaqlar üçün yazılacaq budur. Mülk surəsini yazırsınız burada deyildiyi kimi. Burada çapda yaxşı düşməmiş dediyin, mən sizin üçün qələmlə üstündən getmişəm ki, sizə rahat olsun. Skrin edib daha sonra yazmaq sizə rahat olsun. Mülk surəsini yazandan sonra burada göstərdiyimiz tilsim yazılır. Burada ad və ana adı yazılmır. Bunu məsəl üçün yazıb bir evladınızın boynuna asa bilərsiniz. O həddi buluğa yaşına çatandan sonra ondan kiçik övlada verə bilərsiniz. Miras qala bilər. O da həddi buluq yaşına çatandan sonra evinizdə daha kiçik övlad varsa ona verilə bilər. Qohum əqrəbədə, qonum qonşuda daha kiçik evlad varsa ona verilə bilər. Yəni ömürlük bir duadır. Daima yeniyetmə yaşına, həddi buluq yaşına çatmamış uşaqlar üçün istifadə edilə bilər. Bir daha təkrar edirəm. Mülk surəsini yazırsınız, daha sonra bu vəqfi yazırsınız. Burada Rahim, burada yerləşmir deyə Allahu Rahim, bura işarə eləmişəm, bu burada yazılacaq. Yaxından göstərirəm bir daha. Burada nə aydın olmasa, Instagram səhifəmiz qeyd edildi. Burada nə aydın olmasa, Instagramımıza yazıb soruşa bilərsiniz. Həmçinin uşaqlarla bağlı bir çox gözəl surələr də var. Təqdim etmişik əvvəlki videolarımızda. Yeni doğulan körpələr üçün nə lazımdır, onu da burada təkrar edirəm. Əvvəllər bunu təqdim etmişik. Bələd surəsi, Quran-ı Kərimdə Şəhər surəsi var. Bələd surəsi 2 ədəd yazılır zəfəranla. Birini uşağın 7-si tamam olanda suya qoyursunuz, onun suyu ilə yuyursunuz. İkincisini uşağın 40-ı tamam olanda onun suyu ilə yuyursunuz. Bu qayda ilə uşağınız xəstəliklərdən, cin müsəllatından, qorxudan, xəstəlikləri dedim, yəni bu kimi şeylərdən möhkəm olmuş olar. Xüsusən nəzərdən, yeni doğulan uşaqların yanına gələn gedən çox olur. Həmzatdan falan belə bir şeylərdən qorunmaq üçün bunu da edə bilərsiniz. Allah hamının övladlarını xoşbəxt eləsin, yarayanlardan olsun övladlarınız. Allah heç kimi övladı ilə sınaq eləməsin. Sağ olun, Allah əmanət olun.